Axşamınız xeyir, necəsiniz dostlar? Xoşqədəm Hidayət qızının təqdimatında Səni Axtarıram izlədim. Məni qınamayın və gülməyin. Gül xanımın bugün sabah yubileyi də keçiriləcək o efirdə, mən belə baxıram. Sadəcə Xoşqədəm xanımın bəzi fikirləri məni məyus edir. Deyir ki, neynəməliyəm, yarı yolda buraxmalıyam, insan səhv eləyər, kimsəsizdir. İnsan səhv eləyə bilər, amma Gül xanımın etdiyi səhv deyil və bunu da siz özünüz gözəl bilirsiniz, əziz Xoşqədəm xanım Hidayət qızı. İnsan 3 uşağını atanın üstünə atıb gedirsə, sonra aliment ödəmək istəməyib, yenə hücum eləyib gəlirsə sizin verilişinizə, deyəcəksə uşaqları atmayıb, da sığınacağa verirdi. Ata da dedi ki, mən ölməmişəm, mənim uşaqlarım sığınacaqda qalsın. Və qanunla uşaqlarını yiyə durub. Necə ki, qadın tələb eləyə bilir alimenti, İndi də bayram tələb eləyir, əcəb eləyir. Və 2 il içində hələ onun böyründə xanım adı eşitmədik. Amma sizin elə o səhv dediyiniz xanım sizin efirinizdə Rəşad adlı bir kəsdən hələ tam paket, kupon, əkizlər qarnında hədiyyə olaraq üstündə də bonus. İndi kim hansı səhvdən danışırıq? Ona görə də bu Gül xanım deyil, bu Gül xanım Barbaradır. Mən deyim sizə. O əkizləri doğanda da sənin böyründə olacaq. Ay, Xoşqədəm xanım, hazırlaş indidən ona palata. Sonra deyəcək, baxa bilmirəm, gedib işləməliyəm müvəqqəti sığınacağa. Artıq sığınacaq tapın o uşaqlara da indidən mən sizə deyirəm. Və gedəcək özünə iş tapacaq, yaxud da yenə sənin omuzunda, çiynində qalacaq, ona iş tapacaqsan, gedib orada da bir dənə yarı tapacaq, yenə tam paketlə, yenə sənin yanına gələcək və bu davam eləyəcək. Elnurə xanım sual verdi, niyə kömək eləyirsiniz bu xanıma? Heç biriniz cavab verə bilmədiniz. Elə səhv deyib, hər şeyi önə gətirirsiniz. Bu səhv deyil. Səhv başqa şeydir. Siz bunu, bu hekayəni, 3 uşağı ola. Bəs yaxşı, bu deyirdi ki, uşaqlarımı sığınacağa qoyum, mən gedim işləyim. Deyək ki, uşaqlar bayramda olmasaydı, sığınacaqda olsaydı, neyniyəcəkdi? Gedib o 3 uşağı sığınacaqda qoyub, iş adı ilə gedib tam paketlə gələcəkdi də, eyni şeydir də. Siz hələ o əkizlərin taliyini yox, o 5.000 ödəməlidir, 5.000 dediniz də, 5.000-i ödəsin, ödəyəcək. Bu qanundan qaçmaq olmaz. Onu orada özündən boş-boş danışmaqla deyil. Sonra gözəl bilirsiniz ki, Gül xanım Barbara sizin efirinizi zəbt eləməyinin bir səbəbi var. Aliment ödəməsin. Amma elə şey yoxdur. Yığılan alimentlər ödəniləcək. Necə ki, qarnındakiları əzizləyirsən, 3 dənə də uşaq rayonda ağzı açıq ac oturub aliment gözləyir.